Salam qızlar, bugün sizə belə şuki-puki güllərin toxunuşunu göstərmək istəyirəm. Biraz cana əziyyətli kimidir. Əslində bu xırda ləçəkləri toxumaq üçün biraz səbir lazımdır, amma nəticə çox qəşəng alınır. İstədiyiniz rənglərdən istifadə edə bilərsiniz. İstəsəniz hər ləçək sırasını ayrı rəng eləyə bilərsiniz. Burada 3 sıra ləçək var. Bunların hamısını ayrı rəng eləyə bilərsiniz. Bu özünüz seçə bilərsiniz. Amma mənə görə belə variantda ən qəşəng görsəndiyi variantdır. Bir də bunun belə sxemi var. Əgər sxemi kimsə başa düşürsə, belə özünüzə skrin eləyib götürə bilərsiniz. Bu deməli çiçəyin özüdür. Hələ ki ətrafındakı kvadrat burada yoxdur. Birinci sıra, ikinci sıra, üçüncü sıra belə bir atmalı sütunlar toxuyuruq. Deməli, birinci sıranı toxuyandan sonra ləçək toxuyacaq. Birinci ləçək sırasında ləçəyin sxemi bu olacaq. Bu bir dənə ləçəyin sxemi belə olacaq. Sonra ikinci ləçək sırasında ləçəyin sxemi belə olacaq. Ən son ləçək sırasında da belə olacaq. Bunların da indi necə toxunuşunu prosesdə görəcəyik. Başlayaq. Deməli, başlayırıq birinci çiçəyimizin özünü toxuyaq. Deməli, birinci sırada həmişəki kimi bir dənə belə düyün yaradıram. Bunu hər dəfə eyni eləyirəm. Deməli, burada biz 3 və yaxud 4 dənə necə olur 3? Yəni 4 dənə eləyək, geniş olsun, ne bir. Burada yazmışdım deyəsən. Yox, yazmamışım. Sapınıza görə tənzimləyə bilərsiniz. Mən bunu indi yarnart cinsdən toxumuşam. Elə nümunəni də indi ondan toxuyacağım. Siz başqa sapla eləyə bilərsiniz əlbəttə ki. Belə keçirdirik. Belə zəncir halqası yaratdıq. Bu tərzdə. Bunu əvvəlki videolarımda, tutoriallarımda eləmişəm. Hər yerdə demək olar ki, eynidir. Deməli, buradan 2 və yaxud 3 dənə zəncir qaldırırıq, toxuyuruq. Bu bizim, bunu da ilk birinci bir atmalı sütun kimi hesaba alırıq. Deməli, bizim bu həmin yaratdığımız bu zəncir halqasının içinə 12 dənə sütun toxumaq lazımdır. Bu birinci zəncir sütununu da bir atmalı sütun kimi saydığımıza görə bundan əlavə 11 dənə sütun toxuyacağıq. Deməli, bir dəfə sap alırıq milçənin üstünə. Gedirik bu halqanın içinə, görsənir. Arxa tərəfdən sap alıb çıxardırıq ön tərəfə. Burada bir dənə belə qəşəng tənzimləyək. 3 dənə ilməmiz var. Onları 2-2 toxuyuruq. Sap aldıq, ikisini toxuduq. 2 dənə qaldı. Sap alırıq. Bu 2 ilməni də toxuyuruq birlikdə. Belə sap alırıq. Bura sütunlarımızı toxuyub yerləşdiririk. Burada sap dağıldı biraz. Bundan kaşalok toxumaqlar, nəsə bəzək eləmək üçün adyal toxuya bilərsiniz. Burada əslində mən ətrafındakı kvadratı kiçik eləmişəm, amma hər dəfə qeyd edirəm ki, demək olar ki, hər dəfə qeyd edirəm ki, bu güllərin ətrafındakı kvadratı istədiyiniz ölçüdə böyüdə bilərsiniz. İstəsəniz lap çox böyük eləyə bilərsiniz kvadratı. Gül bunun ortasında belə kiçik kimi qalsın. Birləşdirib adyal eləyə bilərsiniz, kardigan eləyə bilərsiniz. Və yaxud sadə jaket ya kardigan eləyirsinizsə, onun ancaq aşağı son sırasına bu gülləri tikə bilərsiniz. Bir şey olmaz. Burada görək neçədən oldu bu sütundan. Uy. Bunu da sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11. Burada 12. Bir dəfə də sayacağım çünki diqqətsizəm. Səhv eləmiş ola bilərəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12.
Deməli 12 sıra ilə birinci sıranı, 12 sütunla birinci sıranı bitiririk. Baxın, burada 2 zəncir və yaxud 3 zəncir ola bilər, çəkmiş ola bilərsiniz. Başlamışdıq sıranı 2 zəncirlə. Onun ən yuxarısındakının içinə belə keçirik. Belə sürüşdürmə ilməsi ilə sıramızı bağlayırıq. Belə. İndi başlayırıq ləçəklərimizi toxumağa bu etapda. İndi bura fikir verək. Baxın, bu hər sütunun başında belə hörük olur. Ümumiyyətlə milçə ilə toxuduğumuz əşyaların kənarlarında belə hörük əmələ gəlir. İndi biz, deməli, bu hörüyün bizlə üzbəüz olan, bizə baxan belə deyək hissəsi var, yarısı. Bax, bu. Bu yarısı. Bir də var, yəni markerlə işarələyək. Bir bu yarısı var, bizlə üzbəüz olan. Bir də bu digər yarısı var. Belə. Deməli, indi biz bu birinci sıra ləçəklərimizi biz tərəfə baxan, bizlə üzbəüz olan yarısına toxuyacaq. Belə. Bu ikinci yarısı da qalacaq bu gülün ikinci sırasındakı sütunları toxumağa saxlayırıq. Yəni, buradakı bu hörüklərin hər iki yarısını da istifadə eləyirik. Burada kim istəyirsə, rəng dəyişə bilər, dəxlisi yoxdur. Deməli, burada birləşmə yerindən başlamağı məsləhət görmürəm. Gəlin, yaxından göstərək. Baxın, belə görsənir. Mən buradan keçirəm, baxın, bura, bu yarıya. Sürüşdürmə ilməsi ilə burada yerimizi bərkidək, sabitləyək. Okay. İndi ləçəyin özünü toxuya bilərik. Deməli, ləçəyimiz bu olacaqdır indi. Eyni baxın, həmin bu bir yarının içinə 3 dənə zəncir, 2 dənə bir atmalı sütun və 3 dənə zəncir toxuyuruq. Hamısı eyni yerə. Biraz çox olur bir dənə ilmə üçün, amma belə eləmək lazımdır. Deməli, burada toxuyuruq. 1, 2, 3 dənə zəncir, 1 dənə sütun. Hamısını eyni yerə toxuyuruq. Sonra 1 dənə də sütun. Və 3 dənə zəncir. 1, 2, 3. İndi bu zənciri bura, həmin bu toxuduğumuz ilməyə bərkitmək lazımdır. Necə? Milçəmizlə keçirik bura. Sap alıb çıxardırıq. Bunu da sürüşdürmə ilməsi ilə də belə deyək, birləşdiririk bura. Baxın, bu sol ilməni sağ ilmənin içindən keçirdirik belə. Mən bunu biraz sıxışdırıram burada. İlk ləçəyimizi düzəltdik. Gedək indi növbəti ləçəyimizi düzəldək. Hər dəfə yerdən yerə elə bil ki, yerimizi dəyişəndə, yeni ləçəyin yerinə keçəndə yerimizi sabitləmək lazımdır. Ona görə də sürüşdürmə ilməsi ilə ora keçirik. Baxın, burada da yenə belə. Oy. Deməli, indi baxın, bu hörüyün içində toxuyacaq. Buradan belə bunun yarısını götürürük. Bura bir dənə sürüşdürmə ilməsi. Bunu da biraz mən sıxışdırıram. Çox sıxışdırmağı məsləhət görmürəm, amma mən eləyirəm özüm. Okay, 1, 2, 3. 3 dənə zəncir. İndi həmin, baxın, bu yerə 2 dənə sütun toxuyuruq. Bu 1, bu 2, 1, 2, 3 dənə zəncir və bunu da bura bərkidirik eyni bu yerə. Bu da bizim ikinci ləçəyimiz. Bunlar elə bir ki, sıra artdıqca bu ləçəklər belə bağlanacaq, belə bağlanmış kimi görsənəcək, qalacaq.
Bir dənə də ləçək düzəldək. Deməli, keçirik növbəti hörüyün içinə. Baxın, bu da burada bizim növbəti hörüyümüz. Yenə buradan yerimizi sabitləyirik. 1, 2, 3. Bu sizə mane olursa biraz qatlaya bilərik. Deməli, 2 dənə sütun eyni bu ilmənin içinə. Bir, 2, 3 dənə zəncir və bunu da yenə həmin bu yerə bərkidirik. Belə davam eləyirik. Deməli, biz birinci sırada 12 dənə sütun toxumuşduq və bu ləçəkləri də hər sütunun başına toxuyuruq. Hər sütunun başına bir dənə ləçək düşür. Deməli, 12 sütunumuz varsa 12 dənə də ləçəyimiz olmalıdır. Belə, burada pauzanı basacağım, sıranı bitirək. Orada yenə davam eləyərik. Sıramızı bitiririk. Gəlin ləçəklərin sayını yoxlayaq. Bir də son ləçəyi eləməyi göstərim mütləq. Deməli, buradan başlamışdıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12-ci ləçəyi də bura yerləşdirəcək. Baxın, bu arada bir dənə baxın belə hörük var. Elə ora toxuyacaq. Bura. Deməli, yenə keçirik həmin bu hörüyün yarısına. Çıxardırıq. Yerimizi sabitləyirik. Bir, 2, 3, 2 dənə sütun. Bunu da bura bərkidirik. Bu qədər. İlk ləçək sıramızı bitirdik. Deməli, biz indi hara keçirik? İndi baxın, bu mavi sıranı toxuyacağıq. Bu mavi sırada, deməli, bu bizi hörüklərin qalan yarısına, indi onu göstərəcəm hocam. Deməli, hər sütunun üstünə 2 sütun toxuyacaq. 2 dənə sütun toxuyuruq. Deməli, birinci sırada 12 sütunumuz var idisə, vururuq 2'ye. Deməli, ikinci sırada da 24 dənə sütunumuz olacaq. 2 dəfə artırırıq da, hərəsinin başına 2 dənə toxuyuruqsa. Bir də sıranı bununla başlayırıq. Bu 3 dənə zəncirlə. Elə bu 3 dənə zənciri də bir dənə bir atmalı sütun kimi hesaba alırıq. Burada 3-3 eləmişəm. Burada mən 2 zəncir eləmişdim. Burada bir qəbahət yoxdur. 2 dənə zəncir toxuyub biraz geniş zəncir eləyə bilərsiniz ki, bu bir atmalı sütunun hündürlüyündə olsun. Yəni məntiq orasındadır ki, onun hündürlüyündə olsun, eyni olsun. İstəmirsinizsə 3 dənə zəncir eləyin, rahat olacaq. O ürəyiniz nətər istəyir elə də olsun. Davam eləyək. Deməli, buradan baxın ləçəyimizi arxası budur. Deməli, bu bizim ləçəyimizin üst tərəfidir, düz tərəfidir. Bu belə. İndi bunun arxasına keçirik. Baxın, burada görürsünüz. Baxın, bu hörükün digər yarılarıdır. Biz bir yarısına ləçəkləri toxuruq. Bu da arxa yarısıdır. İndi həmin bu arxa yarılara biz həmin o 2-2 sütunları toxuyuruq. Deməli, yenə buradan yerimizi sabitləməyə keçəcəyik. Burada biraz qəlizdir yer başlamaq. Bir dəqiqə. Buradakı bu ilməni son ləçəkdən sonra biraz geniş saxlayırıq. Biraz deyəndə belə. Yəni, lap çox sıxıb dibinə bastırmırıq. Deməli, elə buna ən yaxın bu yarı hansıdırsa tutmaq biraz çox çətindir buradan. Okay. Deməli, baxın. Ən yaxın yarılar, baxın, bu 1, bu 2, sonra baxın, burada var, burada var.
Ən üstə baxın bunlara 1, 2, 3 bunlar. Bunların içinə keçmək lazımdır bir dəqiqə. Kameradan baxıram, birbaşa baxmıram. Ona görə biraz gözümü incidir buradan. Bir dənə belə keçirik. Yenə sürüşdürmə ilməsi ilə yerimizi sabitləyək. Bura bərkidək. İndi bura başlayaq toxumağa. Yəni burada 3 dənə eləyək zəncir, 2 dənə də eləyə bilərsiniz. 2, 3. Burada baxın çox hündür oldu biraz. Sonra gedirik yenə baxın. Bu ən birinci hara keçmişdik. Bu ən birinci və ən son yerlər, sıranın başı sonu biraz qəliz olur tapmaq. Bu bizim başlanğıcımız. Baxın bu 3 zəncir, bir də bu bir sütun. Budur. Budur bax, 3 zəncir, bir dənə də sütun. İndi bu saat bunu elədik. İndi keçirik növbətiyə. Uca orada artıq ardıcıl eləyəcəyik. Deməli, buradan baxırıq. Sap alırıq, görürsünüz. Burada növbəti yarıya keçirik. Bir dənə də sütun yenə eyni yerə eləyirik. Ay. Belə şeylər olur. Eybi yoxdur. Deyəsən yaxşı götürmədim, yox deyən. Aşağıdakı ilmənin hamısı götürülməyib, ona görə düz getmir. Bunu sökürük. Sap alırıq, kiçik bura. Tak. Dediyim kimi bu gül biraz əziyyətli güldür. Belə. İndi hamısı götürülür. Tak. Bu bir. Bu da ikinci sütun həmin yerə. Oy oy oy. Yenə gedirik növbəti ilmənin içinə. Bu məni əsəbləşdirdi. Mənim kimi çox sıx toxusanız belə olacaq, əziyyət çəkəcəksiniz. Çox sıx toxumayın, çalışın. Sadəcə məndən asılı deyil, qeyri-ixtiyari şəkildə alınır. Əgər bu arxadakı ilmələri tutmaq sizə çətin olarsa, ora markerlər yerləşdirin. Buradan marker yerləşdiririk. Ya da belə. Bir dənə tutduq bunu. Və buradan artıq toxuyanda bunun yerini axtarmağa ehtiyac yoxdur. Marker sizə kömək olacaq. Bir neçəsini də eləyək birlikdə. Sonra yenə pauzaya basarıq. Gedirik yenə. Sap alırıq. Növbəti ilmənin içinə keçirik. Belə toxuyub davam eləyirik. Bura keçirik. Amma yoxlayın ki, hər ilmənin içində 2 dənə sütun olsun. Burada məsələn nəsə əskilikdə olsa,
növbəti sıranın ləçəkləri düzgün yerləşdirə bilməyəcək. Heç kvadrat da axırda alınmayacaqdır. Burada pauzaya basaram, sıranın sonunda davam edək. Tak, baxın, sıramızı bitiririk. İkinci sıramızı bir dənə sayın yoxlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 20, 22, 23, 24. 24 dənə sütunumuz olmalıdır. Düz eləmişik. Afərin mənə. Baxın, yenə 3 zəncirlə başlamışdıq. Onun ən yuxarıdakı zəncirinin başına keçirik. İçinə sürüşdürmə ilməsi ilə yerimizi bərkidirik. Daha doğrusu sıramızı bağlayırıq. Deməli, yenə keçirik ləçək toxumağa və yenə bu hörüyün bizlə üzbəüz olan yarısına toxuyacağıq. Amma ləçəyimizin sxemi burada biraz başqa olacaq. Da qızlar, orada ləçək sayı barədə səhv eləmişdim. İndi o səhvimizi düzəldək. Burada deməli, burada sxemdə də biraz yanlış var. Ona görə o biri sxemə baxdım, düzəldim. Deməli, burada, bu sırada bizdə yenə 12 ləçək olacaq. Necə yerləşdiririk onları? Bu tərzdə yerləşdirəcəyik. Sıramızı yenidən bağlayacağım. İndi göstərəcəm. Yenə keçirik. Bu yarımçıq yeri düzəltmək üçün keçirik. Baxın, bu yandakı yarının içinə. Yenə bu hələ ki eyni şey eləyirik. Deməli, burada 1, 2, 3 dənə sütun qaldırırıq. Deməli, burada da belə göstərmişim. Bu 3 dənə zəncir artıq əlavə ilməyə oturacaqdır. Deməli, bunu burada elədiksə, indi biz getməliyik növbəti hörüyün yarısına. Bura 3 dənə sütun toxuyuruq. 1, 2, bu 3, 3 dənə zəncir. İndi biz bu 3 dənə zənciri bu ləçəyin dibinə yox, onun yanındakı yarı ilməyə bərkidirik. Və elə bu olduğumuz yerdən də yeni 3 dənə zəncir toxuyuruq və keçirik növbəti hörük yarısına, ilmə yarısına. Bura 3 dənə sütun toxuyuruq. Sonra 1, 2, 3 dənə zəncir. Keçirik, bunu bərkidirik növbəti ilməyə. Belə bir görüntü olmalıdır. Burada. Deməli, 1, 2, 3 dənə zəncir. Gedirik növbəti hörük yarısına və yenə 3 dənə sütun bura yerləşdiririk. Bu 1, bu 2, bu 3, 1, 2, 3 dənə zəncir və bu 3 dənə zənciri birləşdiririk növbəti hörüyə. Oy, sütun elədim mən burada. Üzürlü sayın. Qarışdırdım hamısını bir-birini. Deməli, burada gəlin sxemdə də düzəldim. Bir dəqiqə qələm götürüm.
deməli bizim burada bunu düzəltmək lazımdır. Çoxdan eləmişim, düzəltməmişim. Deməli bir nöqtəyə təzədən çəkim. Baxın, bu xətlər elə bir ki, bizim bu hörüklərin yarısıdır. Hörük yeri nöqtəsi. Deməli, sıranı başladıq 3 dənə zəncirdən. Buradan keçdik növbəti hörük yarısına, bu ilmə yarısına. Bura 3 dənə sütun toxuduq, bir atmalı. Sonra buradan keçdik növbəti ilmə yarısına. 3 dənə zəncirlə birləşdirdik yerimizi. Sonra buradan, elə buradan da olduğumuz yerdən 3 dənə zəncirlə keçdik. Növbəti 3 dənə sütun yerini toxuduq bura. Elə bil ki, hamısını ayrı-ayrı eləyirik. Növbətiyə keçə-keçə. Buradan və yenə 3 zəncir bura toxuduq, bura bərkitdik. Sonra buradan yenə yeni 3 dənə sütun çıxartdıq. Keçdik belə toxumağa və belə sona qədər davam eləyirik. Və bu nəticədə bu göy sıranı toxuyandan sonra o yenə 12 dənə ləkək çıxartmalıyıq burada. Belə. Gəlin birini yenə toxuyuruq. Sonra gedək. Sonra pauzanı basacağım. Yenə sapım dağılıb. Nümunə toxumaq üçün bu master klasslarda köhnə saplar istifadə edirəm. Bunlar da artıq canlı tapşırır, dağılır. Okay. Buradan olduğumuz yerdən 3 dənə 2, 3 zəncir toxuduq. Bax, biz bunu elədik. Bu nöqtədəydik. İndi bax, bu 3 dənə zənciri toxuduq. İndi bu 3 dənə sütunu toxuyub yerləşdirəcək növbəti yerə. Gedirik bu növbəti hörüyün yarısına. Bir. Bu 2. Bu 3. Sonra indi baxın, bu 3 dənə sütunu elədik. İndi bax, biz bu başdan 3 dənə zəncir toxuyub gedəcəyik növbəti hörük yarısına. 1, 2, 3. Gedirik növbətiyə. Bərkidirik və belə davam eləyirik. Burada yenə pauzanı basacağım. Sıranın sonunda görüşərik. Okay, bitiririk. Gəlin sayaq sıramızı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və sonuncu 12-ci ləkəyi də toxuyaq. 1, 2, 3. Deməli, yenə gedirik növbətiyə. Bir, 2, 3 və bunu da bərkidək bura. Artıq bir dənə də yer qalıb, elə burada bərkidərik. Yenə ilməni tam götürə bilmədim. Bugünkü master class vəbşi katastrof oldu. Okay. Tak, deməli, bu ləkək sıramızı da bitirdik. İndi keçirik yenə bünövrə yaratmağa və bu sonuncu bünövrə sıramız olacaq. Hansından ki, sonra sonuncu ləkək sıramızı toxuyacaq eyni cürə, eyni şəkildə. Amma burada, baxın, 3 zəncir qaldıraraq, toxuyaraq sıramızı başlayırıq və bu 3 zənciri də bir dənə bir atmalı sütun kimi hesaba alırıq. Buradan başlayırıq sıramızı. Növbəti sütun başlığına yenə bu arxadakı bu qalmış bu yarılar var. Bu yarıların içinə toxuyacaq yenə.
Deməli, siftə başlayırıq 3 zəncirdən, həmişəki kimi. Sonra gedirik növbəti ilmə yarısına 2 dənə sütun toxuyuruq. Növbəti ilmə yarısına 1 dənə sütun toxuyuruq. Növbətiyə 2 dənə, növbətiyə 1 dənə. Belə-belə hər sütunun başındakı o ilmə yarısına, bu arxadakına 2, 1, 2, 1 belə-belə növbəli şəkildə toxuyuruq və sonda bizdə 36 dənə sütun alınmalıdır. Burada. Və buradakı ləçəkləri də belə incir. Gəlin qabağa getməyək. Buradakı ilə biraz eləyək gələk. Oy. Dağıtdım yenə. Okey. Buradan keçirik bu arxaya. Baxın. Bu sıraları görürsünüz. Baxın bu. Bunlara indi toxuyacaq bu sütunları. İndi bura birinci yerimizi sabitləmək lazımdır. Bəli, burada ilməmizi təxminən bu genişlikdə biraz saxlayaq. Niyə çox sıx eləmirəm? Çünki bu arxadan yerimizi sabitləyəndə bu çiçəyi geriyə çəkəcək ləçəyini. Ona görə bir tıqqan bu qədər bir yer saxlasaq yaxşı olur. Başqa cür yer sabitləmə metodu bilirsinizsə eləyə bilərsiniz. Dəxlisi yoxdur. O tamamen sizə aid bir şeydir. İndi gəlin bunu birləşdirməyə yer tapaq. Bu ən birinci ilməni bərkitmək çox çətindir. Tak. Yerimizi bərkitdik. Okay. İndi burada 3 dənə zəncir toxuyuruq. Keçirik növbəti hörük yarısına. Bu da. Bura 2 dənə sütun toxuyuruq. Bu bir. Eyni yerə. İkinci. Sonra keçirik indi növbəti hörük yarısına. O da buradadır. Bura bir dənə toxuyuruq. Sütun. Bir dənə sütun. Gedirik növbəti hörük yarısına. Bura 2 dənə toxuyuruq. Bu 1. Bu 2. Bunu da eyni bu yerə. Belə bu şəkildə davam eləyirik. 2 dənə oldu. İndi növbətiyə gidirik. 1 dənə toxuyuruq. Sonra gedirik növbətiyə 2 dənə toxuyuruq. Belə toxuya gedirik. Bax, bu yadımdan çıxdı. Bura 2 dənə lazımdır. Şiddətli dərəcədə diqqətsiz biriyəm. O diqqətsizliklə də toxuyuram. Okay. Burada pauzanı basacağım. Davam eləyək. Sıranın sonunda görüşərik. Deməli, bu sıramızı da bitirdik. 36 dənə sütunum var. Mən saydım. Burada bir yerdə saymaya vaxt itirməyək. Sıramızı birləşdirək. Bağlayaq bu. Həmişəki kimi bu zəncirlə sıramızı başlamışdıqsa, zəncir sütunu ilə, elə onun da başındakına, ən yuxarısının zəncirin içinə keçirib bu şəkildə sürüşdürmə ilməsi ilə bağlayırıq. Və yenə növbəti ləçək sırasına keçirik. Burada da eyni cürə olacaq ləçəklərimiz. Baxın. Gəlin sayaq burada hazırda. Olsun 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Burada da 18 dənə ləçəyimiz olacaq. Amma eyni tərzdə toxuyuruq.
bu ləçəklərimizi toxuduğumuz kimi toxuyuruq. Sadəcə burada sütun sayı fərqlidir, ona görə ləçək sayı da fərqli olmalıdır. Təbii ki. Və yenə keçirik. Baxın, bu yarımçıq yerdən sıra bitən yerdə deməli, bu zəncirin yarısına keçirik. Burada gəlin, mən o biri sıralarda eləmədim, gərək eləyərdim. Baxın, həmin bu yarını ki götürdük, bunun bu arxa yarısına markerlə keçirdək, belə işarə eləyək. Çünki onun sonra sıranı bitirəndə tapmaq çətin olur. İşimizi rahata alaq. Okey. Deməli, yerimizi bərkitdik, getdik. 1, 2, 3 dənə zəncir toxuduq. Gedirik növbəti hörük yarısına. Bura 3 dənə sütun toxuyuruq. Marker mənə maniçilik törədir. Artıq bu 2, bu 3. Sonra buradan yenə 3 dənə zəncir toxuyuruq. Gedirik növbəti ilmə yarısına. Deməli, buradan yerimizi sabitləyirik. Yəni, bu bayaq elədiyimiz şeyləri eləyirik. Həmin bu ötəki sırada, orta ləçək sırasında elədiyimizi eləyirik eyni cürə. Buradan yenə 3 dənə zəncir toxuyuruq. Gedirik növbəti hörük yarısına. Bura 3 dənə sütun toxuyuruq. Bir, 2, 3 dənə zəncir və bunu da yenə növbəti hörük yarısına bərkedirik. Çox gec masterclass çəkirəm. Yadırğıyıram. 2, 3. Okey, burada yenə pauzanı basacağım. Burada yeni bir şey yoxdur. Özümüz davam edək. Sıranın sonunda görüşərik. Nəhayət ki, ləçəyimizi bitirdik. Bu belə yumrulanır, ona fikir verməyin, o düzələcək. Burada artıq biz sapımızı kəsirik. Çünki ləçəklərimizi, üzr istəyirəm, kür hissəmizi bitirdik. İndi keçəcəyik toxumağa, kvadratın özünü toxumağa. İndi bunu da bir yerlərdə gizlədəcəyik. Deməli, kvadratımızı yenə də bu yarı qalmış arxada bu yarı ilmələrə toxuyacaq. Bu ilk ilməni burada işarələmişdik. Bitməsin. İndi onun skeminə baxaq. Burada müəyyən bir hissəsini işarələmişəm, amma yəni bütün 4 tərəf eyni oldu, kvadrat olacaqdır. Deməli, baxın, elə bu həmin bu hissədən başlaya bilərik. Elə bu işarə elədiyimiz yerdən bu bucağa başlaya bilərik. Və yaxud bu bucağın yarısını başlaya bilərik ki, sonunda bu dairəvi şəkildə bura qaydanda son yarısını da toxuyuruq və sıranı bağlayırıq. Belə bir şey eləyə bilərsiniz. Dəxlisi yoxdur. Onsuz da hamısı, bu bucaq hamısı eyni nöqtəyə gedəcək, eyni ilməyə. Deməli, bütün 4 bucaqlarımız bundan ibarət olacaq. 2 dənə bir atmalı sütun, 2 dənə zəncir, 2 dənə bir atmalı sütun. Sıranı başlayarkən əlbəttə ki, zəncirdən başlayırıq. Ona görə o sıra başlayırıqsa, burada 3 dənə və yaxud 2 dənə zəncir olacaq sıranı başlamaq üçün. Və bu şəkildə bunun hamısını bir dənə ilməyə yerləşdiririk. Sonra keçirik növbəti ilməyə, ora 2 dənə, növbəti ilməyə keçirik, 1 dənə bir atmalı sütun yerləşdiririk. Sonra növbəti ilməyə keçirik, 1 dənə yarım sütun yerləşdiririk. Yarım sütundur deyəsən adı. Ola bilər ki, bunun adını, bu sütunun adını səhv deyirəm. İndi toxunuşda görəcəksiniz nədir. Bu da bir atmalıdır, amma yarım sütundur. Deməli, 2 dənə ardıcıl ilməyə bir atmalı yarım sütun toxuyuruq. Sonra 2 dənə ardıcıl ilməyə atmasız sütun toxuyuruq.
Baxın, bunlara qədər elə bil ki, eyni gəlir. Və bu atması sütundan sonra elə bil ki, güzgü əksi kimi gəlir. Eyni şeylər artıq təkrarlanır. Yenə bu atması sütunun bu tərəfə nədirsə, bu sol tərəfə də eyni olacaq. Yenə 2 dənə yarım sütun, sonra 1 dənə bir atmalı sütun və bucağımız gəlir eyni və ondan sonra da eyni davam edirik belə-belə. Benim burada pauza verim. Açmamışam. Bu nümunələri toxuyanda bunu eyni rənglə toxuyacağım. Ümumiyyətlə bu nümunələri toxuyanda hər dəfə elə toxuyuram ki, sonra mən bunları istifadə edə bilim. Ona görə güllərin özü rəngli olsa da kvadratlarını eyni sapdan eləmişəm və həmin bu rəngdən olacaq. İndi bunu da eləyəcəm və ola bilər ki, gələcəkdə kefim istədi nəyəsə istifadə eləmək. Bir dəqiqə sapımı açım. Okey, yenə ilmə yaradaq. Qızlar. Prinsipi burada zəncirlə də başlaya bilərik. Sütunla da başlaya bilərik elə birbaşa. Amma gəlin yox, zəncirlə başlayaq. Baxın, markeri hara salmışıq? İlməmizi eyni yerə salaq. Markeri gərək bayaqdan eləyərdim. İşimi asanlaşdırardım. Okey, bu ilməni buradan keçirdirik. Və bu yeni yaratdığınız ilməni də biraz geniş eləsəniz yaxşı olar. Çünki buradan keçirdəndən sonra biraz daralır genişliyi. 1, 2, 3. 3 dənə zəncir toxuduq və bu 3 dənə zənciri bayaq dediyimiz kimi bir dənə bir atmalı sütun kimi hesaba alırıq. İndi bizə bax bunu eləmək lazımdır. Baxın bu bucağı. Deməli 3 dənə zənciri toxuduq. İndi bir dənə bir atmalı sütun toxuyuruq. Eyni bax bu zənciri toxuduğumuz ilmənin içinə keçməliyik. Buradan görsənlər. Bir toxuduq. 2 dənə zəncir. Bu 2 dənə zənciri toxuduq. Bucaq boşluğu yaratmaq üçün. İndi yenə 2 dənə sütun toxumalıyıq. Eyni ilmənin içinə. Deməli, eyni bura gedirik. Bu 1. Bu da 2. Toxuduq. Hamısını bir ilmənin içinə. İndi növbəti ilmənin içinə keçməliyik. Orada da bunu toxuyacaq. Bir dənə bir atmalı sütun. Sap alırıq. Keçirik növbətiyə. Bura bir dənə sütun. Çox geniş oldu. İndi keçirik. Bu 2 dənə yan bayan hərəsi bir ilmənin içində yarım sütunları toxumağa. Yarım sütunu necə eləyirik? Sap alırıq. Həmişəki kimi adi bir atmalı sütun kimi sap aldıq. Keçirik ilmənin içinə. Sap alıb çıxardırıq. Bura qədər eyni eləyirik. 3 dənə ilməmiz var milçənin üstündə. İndi sap alırıq. Bu sapı bu 3 dənə ilmənin içindən keçirdirik. Hamısından birdən heç nə qoymuruq. Bu qədər. Bu bizim yarım sütunumuzdur. İndi keçirik növbəti ilməyə. Bir dənə də eyni bu yarım sütundan toxuyuruq. Sap alırıq. 3 dənə ilmənin içindən keçirdirik. Dolaşdı. Okey. Bunu da elədik. İndi baxın gəldik bura. Bu 2 dənə yan bayan atması sütunlar olacaq. Atması sütunlarımız da nədir? Deməli, keçirik növbəti ilməyə. Sap alıb çıxardırıq. 2 dənə ilməmiz var milçənin üstündə. Mil deyib durmuşam. Sap alırıq, ikisindən birdən keçirdirik. Və yenə təkrarlayırıq. Sap almadan keçirik növbəti ilmənin içinə. 2 dənə ilməmiz var. Sap alıb ikisinin içindən keçirdirik. Bu qədər. İndi isə davam eləyirik. Bura nə eləmişdiksə, indi onun eynisini eləyirik. Geri qaydırıq elə bil ki bu tərəfə. Yenə 2 dənə atması, bir atmalı yarım sütun. Gedirik növbətiyə.
bir dənə də. Bunu da növbətiyə keçirik. Bundan sonra gəlir bir dənə. Heç görsənir. Bir dənə bir atmalı sütun adi. Sonra indi gəldik ikinci bucağımızı yaradırıq. Baxın, burada nə etmişdiksə başlanğıcda 2 dənə sütun, 2 zəncir, 2 dənə sütun. Hamısı bir dənə ilmənin içinə getdik. Növbəti ilməyə keçirik. Deməli, bu bir sütun. Bu 2 sütun. Qaçdı. Eybi yox. 2 dənə zəncir və yenə 2 dənə sütun eyni yerə. Bu 1, bu da 2. Uy. Baxın, gəlin bu tərəfdən göstərim. Kvadratımızın bir tərəfi hazırdır. 2 dənə bucaq və bir dənə tərəfi hazırdır. Bu biri tərəfləri özünüz eləyəcəksiniz. İndi pauzanı basacağım. Burada yeni bir şey yoxdur. Bucaqdan sonra, baxın, bu gəlir. İndi biz bucağı, bu hissəni elədik. İndi siz yenə bunu elə bunları bir-bir toxumağa davam eləyəcəksiniz. Bu dairələr, ki, bu ilmə yarısıdır da, hara ki, hansın ki, içinə toxuyuruq. Belə toxuya gedirsiniz. Növbəti bucaqda yenə bu bucaq manipulyasiyalarını eləyirsiniz və belə davam eləyirsiniz. Kvadratımız bitir. İkinci sıra kvadratda toxuyacaq. Çünki bir sıra kvadrat çox azdır. Çiçək çox qalar. Kvadrat heç görsənmir. Qəşəng olmur. 2 sıra ən az toxumaq məsləhətlidir. Pauzaya basaq yenə. Okey, bitiririk sıramızı. Birinci kvadrat sıramızı. Gəldik bu başladığımız yerə çatdıq. 3 dənə zəncirlə başlamışdıq. Bunun ən başındakinin içinə keçirik. Sıramızı bağlayırıq. Həmişəki kimi. Deməli, buradan məsləhət görürəm ki, belə bu sürüşdürmə ilməsi köməyi ilə sürüşə gedirik. Bu bucağın içinə belə ki, yeni sıramızı 1, 2, 3 belə yeni sıramızı buradan başlayaq. Bu metodu bundan əvvəlki masterklasslarda da göstərmişəm. Bu yeni deyil. Kvadratı ümumiyyətlə bucaqdan başlamağı xoşlayıram, toxumağı. Ona görə belə hərəkətlərlə keçirik bucağa. Deməli, bucağımızın ikinci sırası nədən ibarətdir? İkinci sıra opsionudur. Yəni, istəsəz toxuyarsınız, istəməz toxumazsınız. İkinci sıra və bundan sonraki sıraları necə toxuyursunuz? Deməli, bütün bucaqlar olacaqdır. Nədən ibarət? 2 dənə sütun, bir atmalı, 2 dənə zəncir və 2 dənə bir atmalı sütun və sonra bu birinci sırada nə toxumuşduqsa bu ara sıralarda onların hər birinin üstünə yenə sütun toxuyuruq. Məsələn, bunlardır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni, bunlarda 1, 2, 3, 4, 5, 6, 7, 8. Baxın, bu sütunlara toxumuşduq. Yarım sütun, atması sütun, bir atmalı sütun. Bu 8 dənə sütunun üstündən ikinci və digər ikinci sıradan yeni sütunlar qaldırırıq. Deməli, hər bir ötəki sırada sütunların sayı nə olacaqdır? Deməli, ikinci sırada olacaq 8 sütun. Üstəgəl, bax, bu 2 dənə, bu tərəfə bunlar düşür, 2. Deməli, üstəgəl 4. İkinci sırada olacaqdır sıra 8, üstəgəl 4, bu bucaqların 4'ü.
Bu olacaq 12 dənə sütun olacaq kvadratın bir tərəfində 12 dənə sütun olmalıdır. Bu bucaq boşluqları var ya, bu deşiklər belə deyək. Bunların arasında. Sonra 3-cü sırada deməli olacaq onda. 3-cü sıra. Deməli bir əvvəlki sıranın miqdarı 12 sütun, üstəgəl yenə 4. Çünki bucaqlarda yenə bu gələcəkdir. Belə bu da olacaqdır 16 dənə. Deməli 3-cü sırada bir tərəfdə bu bucaq boşluqların arasında 16 dənə sütun olacaqdır. Belə yəni sayını bilərsiniz ki, özünüzü yoxlamaq istəsəniz ki, düz toxumusunuz ya yox. İndi burada biz təzə vay bunu saldım ortaya. Əncə gəlin indi keçirdək bunu arxaya, bu ortada qaldı. Qaşmar. Bunu keçirdək arxaya, yox bu tərəfdən yox. Belə şeylər olur, eyb yoxdur, problem yoxdur. Milçə əlimizdədir, keçirdək arxaya. Deməli, burada 3 dənə zəncir toxuduq və həmişəki kimi bunu bir dənə bir atmalı sütun kimi sayırıq. Deməli, bucağımız bizim 2 dənə sütun, 2 dənə zəncir, 2 dənə sütundan ibarətdir və bunları da toxuyuruq. 1, 2, bu da 3. Oy. Deməli, 1, bu da 2. Deməli, indi burada bu sütunları görürük. Bəxtən bunu başa saldım da. Bu hörüklər var ya, bunların içinə sütun toxuyuruq. Deməli, bunun üstünə belə gedir, belə toxuyaq. Okey, deməli. Bir dənə bunun başına sütun. Bir dənə bunun başına sütun. Bir dənə bunun başına sütun. Belə toxuyub gedirik və kısaca bu hörüyün hər iki tərəfini götürürük. Hər iki ilməsini götürürük. Bu bir. Bu da bir dənə. Bu da bir dənə. Belə. Bir dənə sıranı heç olmasa tamam göstərim sizə. Belə yanbayan bu sütunları toxuyub gedirik. Tak, bir dənə də belə. Tak, burada bir dənə say yoxlayaq. Deməli, bizdə 3-cü sırada olmalıdır 16 dənə sütun bir dənə tərəfdə. Baxın, bu bucaq boşluğundan sonra sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16'nı da bu bucaq boşluğuna toxuyuruq. Çünki bu artıq bucağın özü olacaq. 2 dənə burada. Bu biz bir dənə tərəfimiz bitdi və bucağımızı da bitirək. Bu qədər. Bunu buradan biraz sürüşdürürük sağ tərəfə. Çünki buradakı sütunun başını tutub saxlayır, gizlədir. Burada yenə pauzaya basım. Sıranı bitirim. Sonra yenə görüşək. Nəhayət ki bitiririk gülümüzü. Sıramızı bağlayaq. Bunu buradan kəsirik. Bir dənə də həmişəki elədiyim şeyi sizə göstərim. Baxın, bu kənarlarda belə qəşəng hörüklər səliqəli gəlir. Bir dənə bu birləşmə yerində bu hörük pozulur buradan. Neyinirik? Bunu da hər demək olar ki, hər masterclassda göstərirəm. Baxın, bu tərəfdən, sol tərəfdən yanki bu hörüyün içinə keçirik. Hər iki tərəfini götürürük. Bu kəsdiyimiz sapın ucunu buradan çıxardırıq tərs tərəfə, arxa tərəfə. Sonra İndi buradan bir dəfə də baxaq. Bu sap hardan çıxırdı? Baxın, bu sap bu hörüyün içindən çıxırdı.
Bunun içinə keçirik, arxadan keçirik, yarısını götürürük. Və bu həmin ucu bir də buradan keçirdirik. Belə şəkildə bu hörük sıramızı birləşdirmiş oluruq. Belə bu qədər. İnşallah ki, xoşunuza gəldi. Sizə xeyirli olsun, mənə də xeyirli olsun. Like qoymağı yaddan çıxartmayın, zəhmət olmasa. Əziyyət çəkmişəm burada.